Nə qədər gözü yumdun, o qədər namazında ləzzət olacaq. İmtahan budur. Cavanlara xüsusilə deyirəm. İmtahan budur. Nə qədər yumdun, Allah başqa ibadət nəsib edəcək sənə. Nə qədər yumdun, Allah sənə məclislərə gəlməyi nəsib edəcək sənə. Məclis var, gələ bilmirəm axı. Niyə? Günahlar qoymur. Təvəssül duası var, iştirak eləyə bilmirəm. Niyə? Günahlar ayağımı zəncirləyib. Evdən çıxa bilmirəm çölə. Ziyarət-i aşurada iştirak eləyə bilmirəm. Dualardan məhrum qalmışam. Quran oxumaqdan məhrum qalmışam. Səxavətli işlər görmək, Allahın yolunda pul xərcləməkdən məhrum qalmışam. Niyə? Günahlar zəncirləyir. Günah qoymur. Amma yuma, gör Allah neynir. Bu hətta yuma ki, mən oxudum, bugün oxudum, Mirzə İsmail adlı bir insan idi. Deyir, mən yuxuda bir dənə naməhrəmi gördüm, gözümdən yuxuda baxdım, durdum ayağa. O qədər ağladım. Niyə ağlayırsan? Deyir, yuxuda niyə baxdım ki? Ağlayırdı. Yalvarırdı. Bu nə məsələdir? Niyə baxmalıyam mən? Deyir, yatdı bir dənə də yuxuda bu ağlamaqlardan sonra. Yenə həmən şeytan indi gətirdi, naməhrəmi yenə gətirdi. Amma bu dəfə gözlərimi aşağı saldım, baxmadım. Dedim, bu gözləri heç yuxuda da sənə vermərəm şeytan. Nəinki dünyada diri vaxt, heç yuxuda sənə vermərəm. Onu görməyəcəksən sən. Bu insana kim aşiq? Mələklər aşiq. Hurilər aşiq.